Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər və 4-cü kurs tələbələri. Bugün filologiya imtahanından bağlı və nəticələrin nə dərəcədə doğru və yanlış məlumat verilməsindən bağlı danışmış olacağım. Deməli, əvvəlcə ona keçməmişdən əvvəl deyim ki, digər ixtisas fənlərində özünüz müşahidə edirsiniz ki, məsələn, riyaziyyat olsun, fizika, kimya və digər fənlərin bütün hamısı, tarix, ingilisdir, hamısında 90 plus nəticələr kifayət qədər çoxdur. Amma filologiyada 90 plus nəticə demək olar ki, tapılmayacaq dərəcədə, tapılsa da barmaq sayı qədər olacaq dərəcədə azdır. Bunun səbəbi nədir? Dünən bir müəllim yoldaşımla söhbət edirəm. Deyirəm, digər ixtisaslara baxma, filologiyada yüksək nəticə göstərə bilmək üçün mütləq əyani hazırlıq önəmli bir şeydir. Bu o demək deyil ki, sən onlayn olaraq hazırlaşaraq yüksək nəticə göstərə bilmərsən. Xeyr, göstərə bilərsən təbii ki, yəni əvvəlki illərdə də bizdə də və digər kurslarda, digər müəllimlərdə kifayət qədər yüksək nəticələr olub. Amma artıq sözün əsli mənasında imtahanlar o dərəcədə çətinləşdirilib ki, onlayn hazırlıqla sənin maksimum dərəcədə məsuliyyətin olmalıdır onlayn hazırlıqda. Yəni necə məsuliyyətin? Sözün əsli mənasında məsələn götürək ki, müəllim sənə 20 dənə sınaq göndərirsə, 10-19 dənəsini yazası olsan, qəbuldan nəticə gözləmə. 20 sınaq göndərir, 20-sini də yaz. Və yaxud da ki, yəni sizin məsələ nədir? Onlaynda mən indi başa düşürəm ki, o bəzən tələbələr deyir, məsuliyyətsiz oluruq. Mən fikirləşirdim ki, necə məsuliyyətsiz ola bilərsən, amma həqiqətən məsuliyyətsiz yanaşan yoldaşlar olur ki, bu da birbaşa onların nəticəyə təsir eləmiş olur. Əyani hazırlıq tamam başqadır. Məsələn, sən bunu fənlər arasında fərq görmək baxımından demirəm, amma sən hər hansısa başqa bir fəndən onlayn kurslara yüksək nəticə əldə edə bilirsən. Suallar kifayət qədər normal salınır və yaxşı nəticə əldə edə bilirsən. Amma dil ədəbiyyatda elə deyil. Yəni bizim ixtisasda suallar kifayət qədər mürəkkəb salınır deyə sən o nəticəni göstərə bilməyin üçün müəllimlə üzbəüz olmalısan. Müəllim sənin potensialını bilib, hansı vəziyyətdə olduğunu müəyyənləşdirib, işi ona görə qurmalıdır. Məsələn, X adlı bir müdavim, Y adlı bir müdavim mənim qarşımda oturmalıdır ki, mən o adamın hansı bazada, hansı potensialda olduğunu müəyyənləşdirə bilim. Məsələn, götürək ki, ədəbiyyatdan dərsin sual cavabıdır və ya dərs danışılma prosesidir. Mən görə bilmirəm ki, orada, məsələn, indi axşam saatları olurdu, həmin saatlarda kameranın açılıb basılmama məsələsi artıq məcburiyyət deyil də, bu abituriyent deyil, bu 18 yaşını tamamlamış bir şəxsdir, sən ona məcbur edə bilmərsən ki, kameranı aç deyə. Kameranı açmadan dərsin danışılması və ya sual-cavabda iştirak məsələsi müşahidə edə bilmirsən ki, bu adam kitaba baxır, yoxsa yox. Və nəzərə alsaq ki, bunlar 4-cü kurslardır. Bu 4-cü kursları üzr istəyirəm, yuxarıdan aşağı baxmaq, aşağılama anlamında demirəm. Onlar hələ də abituriyent beynində bəziləri qalan yoldaşlardır. Həqiqətən elədir ha bu. Yəni onlar hələ də abituriyent beynində qalan yoldaşlardır ki, məsələn, mən əvvəlki illərdə əyani hazırlıqda, mülk hazırlığında nəyi müşahidə eləmişdim? Onda mənim 27-28 yaşım var idi. 30 yaşında bir xanım mənə deyirdi ki, hazırlaşan müəllimlərdən biri deyirdi ki, məni danla, mən oxuyum. Yəni təfəkkür olaraq 30 plus yaşında olan bir adam bu təfəkkürdədirsə, universiteti təzə bitirən bir tələbə, deməli hələ də abituriyent beynindən böyüyüb, amma hazırlıq sistemi baxımından abituriyent beynindən çıxa bilməyiblər. Ona görə də əyani hazırlıq məsələsi çox önəmli bir şeydir. Nəticələr məsələsinə gəldikdə isə, nəticələrlə bağlı onu deyim ki, onlayn hazırlıqdan nəticələr məsələsi biraz ola bilər ki, şişirilmiş formada təqdim oluna bilər. Bu, nə kursun günahıdır, nə filan müəllimin günahıdır, nə də filan kəsin günahıdır. Yəni bu, birbaşa olaraq mənə elə gəlir ki, müdavinin elədiyi bir səhvdir ki, məsələn, götürək ki, toplayıb 79 bal, 3-5 nəfər yoldaşın yanında biabır olmamaq üçün və yaxud da ki, hazırlaşdığım müəllimin yanında biabır olmamaq üçün deyir mənim 80 bal toplamışam və yaxud da ki, 77 toplayıb deyir 80 bal toplamışam. 3 balla nə olacaq ki, cəmat 0.5 balla imtahandan kəsilmiş olur. Bu məsələnin digər tərəfi. Deməli, əyani və onlayn hazırlıqların fərqini dedim. Və onlayn hazırlaşırsınızsa, dərs saatlarını
səhər saatlarına saldırmaq lazımdır. Məsələn, sən 4-cü kurssansa, dərs saatları axşam saatlarına yox, səhər saatlarında olsa və ya günorta saatlarına yaxın bir saatlarda olsa daha yaxşı olur. Kameranı aç, Zoom'durmu, Google Meet proqramıdırmı, nədirsə, ondan canlı şəkildə qoşul. Yəni, əyani hazırlıqdan heç bir fərq hiss olunmuş olmasın. Elə olduğu halda sən nəticəni görəcəksən. Məsələn, bax, mən bunu müşahidə eləmişəm hansı vaxtda? Pandemiya vaxtında. Pandemiya vaxtında mən telepodu qoyurdum, telefonu da qoyurdum və başlayırdım onun üzərindən, yəni canlını açırdım, dərsi keçirdim. Qoşulan yoldaşlarımla bütün hamısının demək olar ki, kamerası açıq vəziyyətdə idi. Mən bütün hamını görürdüm və nəticələr də hamısı da göz önündə idi. Amma indiki vəziyyətdə artıq, məsələn, biraz yavaş-yavaş təkmilləşdirdik, planşetə keçmiş oldu, ekran paylaşılır, özümüz görsənmirik, məsələn, müdavim görsənmir və s. və s. Baxırsan ki, yavaş-yavaş məsuliyyət məsələsi azalmış olur. Amma dil ədəbiyyatda o məsuliyyətin azalma məsələsi qəbula birbaşa olaraq təsir eləmiş olur. Yəni, bizdə də əslində o 90+ nəticələri göstərmə məsələsi problemsiz bir şeydir. Digər problemli tərəfi mən deyim sizə. Digər problemli tərəf, məsələn, imtahandan çıxan yoldaşların əksəriyyətini müşahidə edən, əksəriyyəti magistr təhsil olan yoldaşlardır. Bu demək deyil ki, məsələn, bizdə AYT cazında müdavimimiz var idi, 85 bal topladı, 4-cü kurs tələbəsi idi. Ondan ən yüksək toplayanda 86 bal toplayıb, amma magistr təhsili olan adam idi, təxminən. Nə demək istəyirəm? Magistr təhsili məsələsi önəmlidir. Miqdə necə önəmlidir? Magistr təhsili önəmli deyil, daha doğrusu. Yəni, sənin məntiqi təfəkkürünü inkişaf eləməsi çox önəmlidir. Məsələn, imtahandan çıxan yoldaşların böyük əksəriyyəti nədən şikayət edirdi? Mənim mətn testlərində yaza bilmədik, mətn testləri ağır idi. Niyə? Çünki bu adamlar mətnin məntiqi əlaqəsi ilə bağlı kifayət qədər test işləməyiblər. Bu bəlkə də bizim günahımızdır, biz müəllimlərin, bəlkə də onların öz günahıdır. Mən onlara dəfələrlə tövsiyə edirdim ki, ay yoldaşlar, mətni işləmək deyilən bir bacarıq yoxdur. Bax, məntiq testləri ki var, dövlət qulluğu, magistra hazırlaşan yoldaşların məntiq testləri. Mətnin məntiq əlaqəsi, məsələn, götürək ki, filan kəsin yaşı budur, filan kəsin yaşı budur. Yəni, o yaş hesablama məsələləri yox ha. Məsələn, filan kəs əmi uşağıdır, filan kəs xala uşağıdır. O filan kəslərin qohum olmaq, nə dərəcədə qohum olmaq ehtimalı var, belə bir suallar. Bunlar qəbula o formatda tam olaraq düşməsə belə, sənin birbaşa olaraq məntiqi təfəkkürü inkişaf elətdirmiş olur. Mən bunu 4-5 il əvvəldən demişəm. Hətta pandemiya vaxtı müəllim yoldaşımız var idi. Ondan mən mətn testləri alırdım, məntiq dərsi keçirdi. Həmin o testləri işlədirdim və nəticə də göz önündə idi. İndi həmin vaxt üçün heç o dərəcədə çətin düşmürdü. Deməli, amma bu vaxtlar üçün birmənalı olaraq sən mətnin məntiqi əlaqə testlərini işləməlisən ki, nəticən yüksək olmuş olsun. Çünki çıxan dediyim kimi, hər 10 nəfərdən 9 nəfərin elədiyi şikayət o idi ki, mənim mətn testlərini yaza bilmədim. Deməli, mətn testlərindən bağlı sıxıntı var. O da mətnin məntiq əlaqəsindən irəli gələn bir şeydir ki, o tipli testlər işlənilməlidir. Qaldı digər məsələyə. Müəllimlər məsələsilə onunla bağlı saz paylaşmışdım. Hardasa bir 7-8 il bundan əvvəl belə bir şey eləmişdik. Demək olar ki, milli hazırlıq keçən bəzi yoldaşlarla imtihana girib bir növ bazamızı ortaya qoymuşduq ki, kim hansı balı toplamış olacaq. O vaxt təmiz rəqabət var idi. O vaxt məsələn ümumi bal üçün girmişdik. Məsələn, X bir müəllim girib 60 ballıq sistemdən 40 neçə balından çıxanda biz onun nəticəsini yuxarıdan aşağı baxmırdıq. Çünki o adam məsələn sırf Azərbaycan dilini tədris edirdi və ya sırf ədəbiyyatını tədris edirdi. Yəni bir fənni tədris edən yoldaşlarda sırf həmin fən üzrə nəticələrinə baxılırdı ki, hə, bu adam tədris elədiyi fəni bilir, yoxsa yox. Bu 7-8 il əvvəldən olan bir nəticədə dediyim kimi, o bir söz var, mən həmişə belə deyirəm, üzr istəyirəm ifadəmə görə də biraz çoba səslənə bilər. Bu pandemiyada pərpətöyünlər ortaya çıxmamışdan əvvəlki vaxtdaydı ki, təmiz rəqabət var idi. Pandemiyadan sonraki bir vaxtda o pərpətöyün də kimisə sırf nəzərdə tutmuş olmur, amma həqiqətən Allah şahiddir ki, pandemiya vaxtında nə qədər adam ortaya çıxdı ki, məsələn, kurikulum hazırlıq keçirəm, məsələn, filan hazırlıq keçmiş oluram. Məsələn, mən adam tanıyıram ki, vallahi tam səmiyyətimlə deyirəm, o adamı qabağıma qoyub,
və yaxud da ki, başqa bir yaxşı MİQ təlimçisi qabağına qoyub MİQ-i hazırlamalıdır. Məsələn, adam tanıyıram ki, reklam vasitəsi mənim dərsimə qoşulub, bazasının nə olduğunu bilirəm. Reklam vasitəsilə MİQ hazırlığında bugün bəlkə də tələbəsi məndən daha çoxdur. Amma o adamı qəbula salası olsa, o adam 65-100 bal toplaya biləcək potensialda deyil. Məsələn, təsadüf olur ki, mən onun hərəkətini təsadüf adlandırmış oluram ki, məsələn, həmin müəllimin 70 pürüzlük nəticəsi olmuş olur. Bunun da səbəbi tələbənin özünə irəli gələn bir şeydir. Bax, məsələn, götürək ki, ədəbiyyat dərsi. Ədəbiyyatı qoyur qabağına bu tələbə. Kifayət qədər yüksək səviyyədə əzbərləyir, nöqtə vergülünə qədər əzbərləmiş olur, gedir 15 dənə ədəbiyyat yazmış olur. 30 balını bu verir. Potensialı yaxşı olan, məsələn, elə baş dövlətlə müqayisə edək, pedaqojilə müqayisə edək, gənclərlə müqayisə edək, yine bölgələrlə. Kifayət qədər yüksək bal toplayaraq universitetə qəbul olan bir tələbədir. Azərbaycan dili bazası, normal bir bazası var. Biraz da özünü təkmilləşdirmiş olur. Məsələn, toplayır bir 17 dənə, 18 dənə yazmış olur. Bunun artıq 28 dənə sualı və yaxud 30 dənə sualı ixtisasdan yazmış oldu. Amma hansı ki, həmin müəllim qatğı qatmadı ona. Başa düşürsünüz nə demək istəyirəm. Dünən buna bağlı yazmışdım. Yəni, bəzən deyirlər ki, bir müəllimin savadlı olması o qədər önəmli deyil. Əsas o düşünə çatdırmış olur. Bu, abituriyent sistemi üçün keçərli bir şeydir, yoldaşlar. Yəni, məsələn, abituriyent sistemi üçün mənim orta səviyyəli bir MİQ tələbəm bəlkə də məndən daha yaxşı tədris apara bilər. Enerjilidir, gəncdir, daha çox can atır ki, tanınmağa. Məsələn, bunu təkəbbür anlamında demirəm. İstəyin buna ehtiyac yoxdur və yaxud X müəllimin buna ehtiyac yoxdur, amma həmin müəllimin buna ehtiyacı var deyə, həmin təzə başlayan müəllimin ehtiyacı var deyə. Sözün əsl mənasında canlı o nəticə deyirlər də, dişinə yığıb, əziyyət çəkib o nəticələr qoymuş olur. Təbii ki, biz məsuliyyətə yanaşmış olmuruq. Bu məsələni düzgün şəkildə algılamaq lazımdır. Amma bu ola bilər də. Yəni, abituriyentdə sən ekstra nəyə çatdırırsan, istək də isim əşyanın adını bildirir deyir. Gülçöhrə də, Ələmşah da, Gülməmməd də hamısı eyni söz demiş olur. Amma MİQ-də elə deyil. MİQ-də hamı eyni söz demiş olmur axı. O rəhmətli Vüqar Biləcəli deyirdi. Deyirdi, səndən Bəhirdə qafiyə açsın. Meyxana deyə bilməzsə, mikrofonu yerə qoyum, sənətə tövbə eləmiş olum. İndi, baxın, o istənilən bəhiri bilmək məsələsi var. Bax, öz Azərbaycan dilində, yəni ixtisasında istənilən məqamı bilmək məsələsi artıq sənin keyfiyyətini göstərən bir şeydir. O da nə yazıq ki, bizim insanlarımız bunun fərqində deyirlər. Yəni, bilmir, bu adamın haqqında məlumatı yoxdur. X və Y müəllim haqqında məlumatı yoxdur ki, o adam hansı bazadadır. Məsələn, mən adam adı seçərəm. Bunu pis anlamda demirəm. İndi nəysə, üstündən keçim o məsələn. Sadəcə həmin adam abituriyent hazırlığı üçün testlərini gətirib mənə yoxladırdı. Sonra kursa gedib abituriyenti dəstəyirdi. Amma indi həmin adam MİQ-in tanınmış müəllimlərindən biridir ki, vau, filankəs deyə ortalıqdadır. Amma da çıxıb deyə bilmirsən ki, yoldaş, vallah bu adam sözün əsl mənasında qabağına qoyub MİQ-ə hazırlayan bir adam lazımdır. Bu adam MİQ-ə hazır keçə biləcək potensialda deyil. Nə bilim, xeyrisi Allahdan. Gəldik öz hazırlığımızla bağlı. Sentyabr qruplarımıza qeydiyyat başlayıb. Və onu da qeyd edeyim ki, son bir il yarım ərzində səhhətimdə olan müəyyən bir problemlərdən dolayı, şəxsi problemlərimdən dolayı sözün əsl mənasında sektordan, bunu mən sektor adlandırıram, bu bazar adlandırıram, uzaqlaşmışdım. Yəni, əvvəlki aktivliyim, əvvəlki, belə deyim də, iş görməm ləngimişdi. Amma bu ildən yenidən inşallah qayıdıracam sistemin içinə və həmin o sistemdə Respublika birincisi necə verilir, Respublika ikincisi necə verilmiş olur, qeyri-şəxsiz olaraq müzakirə şəkildə ortaya qoymuş olacaq. Hansı ki, əvvəlki illərdə ölkədə onu eləyəcək 2 nəfər adam var isə biri mən idim. Yenidən bax, həmin o nəticələr ortaya qoyulmuş olacaq inşallah. Onu da qeyd edeyim ki, ayağına hazırlıqlarımız
Bakıdadır. Bakıda tədris olunur. 28 may metrosunun yaxınlığında. Dərslərə qoşulmaq üçün isə aşağıdan nömrə qeyd olunacaq ki, həmin nömrəni əlaqə saxlayın. Bu il onu da qeyd edim ki, bundan əvvəlki stat sularında qeyd eləmişdim. Bu il özüm də MİQ-in qəbuluna girəcəm və digər MİQ-ə dərs keçən müəllimlərin də girməsini təklif eləmiş oluram ki, gəlin imtahana girək, balımızı ortaya qoyaq. Cəmiyyət də bilsin ki, sən bu MİQ dərsini keçə biləcək potensialda olan birisisən, yoxsa yox. Cəmiyyəti aldatmış olmayaq. Diqqətinizə görə təşəkkür edirəm.